Və Peyğəmbər sallallahu aleyhi və səlləm fil ilində birinci həftənin birinci gün doğulub, dünyaya gəlib və həftənin birinci gün ona Peyğəmbərlik verilib və həftənin birinci gün göyə qaldırılıb və həftənin birinci gün hicrət edib. Həftənin birinci gündə dünyasını dəyişib. Peyğəmbər s.ə.v buyurur, ذَلِكَ يَوْمٌ وُلِدْتُ ف۪يهِ وَاُنْزِلَ عَلَيَّ ف۪يهِ Və bu gündə mən doğulmuşam, yəni həftənin birinci günündə və həmçinin o gündə mənə Qur'an nazil edilib, vəhiy edilib. Hədis Müslimdə keçir. Və fil ili də, fil hadisəsi də aydınında, fil hadisəsi Peyğəmbər s.ə.v-in yəni doğumuna yəni təqribən 2 ay qalmış. Yəni tarixçilərin deməyinə görə 2 ay qalmış baş verir bu hadisə. Və la yecuzu an yuqama ihtifalun bi mevlidi s.ə.v. Peyğəmbər s.ə.v-in ad gününü keçirmək, mövlid ya belə bir yığıncaq keçirmək caiz deyildir. Çünki Peyğəmbər s.ə.v həyatında ikən özünün ad günü üçün yığıncaq keçirməmişdir. Və həmçinin sahabələr Peyğəmbər s.ə.v-i ən çox sevən kimsələr bunu etmədilər. وَلِيَنَّهُ يُجْهَلُ تَارِيخُ وِلَادَتِهِ مِنَ الشَّهْرِ Çünki Peyğəmbər s.ə.v-in ay baxımından hansı tarixdə doğulduğu bilinmir. Hansı ayda. Həftənin günü gəlir, amma ay olaraq hansı ayda doğulduğu bilinmir. İxlasla.com saytı tərəfindən təqdim olundu.